Hörmətli izləyicilər, sizlərə salamlayıram Hövsan qəsəbəsindən. Ticarətlə üzbəüz kondisioner bağlarında əsas yola piyada, magistral yola piyada bircə dəqiqəlik məsafədə gözəl bağ ümid çıxsatışa, evində torpağında mülkiyyət çıxarışı var. 2.2 sotda inşa olunub, 175 kvadratdan ibarətdir. Evində torpağında mülkiyyət çıxarışı var. 4 otaqdan ibarətdir. Yerdən 14 daş kürsülü, aşağıda qaraj, böyük bir garajı var və köməkçi otaqları var, dəyərli izləyicilərimiz. Ev şəxsi tikili ev olub noldan. Təmirdən sonra evdə bir gün olsun belə yaşayış olmayıb. Evdə gördüyünüz bütün əşyalar, avadanlıqlar hamısı yenidir və istifadə olunmayıb. Kuxna mebeli gözəl. Hər otaqda özünə məxsus bahalı kondisioner. Evin içində bir 4-5 ədəd kondisioner var. Sahibi qardaşımız 7000 manat tək kondisionerə pul xərcləyib. Burada da gözəl bir yataq otağımız yerləşir, uşaq yataq otağımız. Kombisi, radiatoru, qazı, suyu, işığı, evin də torpağın da mülkiyyət çıxarışı var. Burada da gözəl bir yataq otağımızın biri yerləşir. Digər bir yataq otağımız burada yerləşir. Evin ümumi hamam sanitar qovşağı tam təmirlidir, təmirə ehtiyac yoxdur. Və sonuncu olaraq sizə tanış edirəm qonaq otağı ilə. Burada da gözəl belə bir genişliyində qonaq otağımız yerləşir. 175 kvadratdır evin kvadratı. 2.2 sotda inşa olunub, 4 otaqdan ibarətdir. 6 qaraj, köməkçi otaqlar. Keçim evin həyətyanı sahəsindən də sizə tanış edim. Gözəl şəbəkə pəncərələr. Yalnız bu evdə hörmətli izləyicilər, həyətyanı sahə, evin üz görünüşü fasad rəng vurulmalıdır. Evin sağ tərəfi və arxa tərəfinə keçid var. Evimizin üz görünüşü, geniş həyətyanı sahəsi, magistral yola, asfalt yola bircə dəqiqəlik məsafədə yerləşir. Burada da köməkçi otaqlar, bu hissə beton monolitdir və burada da böyük 3 maşın ard-arda rahat sərbəst şəklində daxil ola bilir qaraja. Köməkçi otaqların bütün şkatur işləri vurulub, bu hissə də monolit betondur və evin bütün aşağı hissəsinə keçid var gördüyünüz kimi. Kombi xanası orada yerləşir. Çox gözəl genişliyində. Bir daha da qeyd edirəm, Hövsan qəsəbəsi kondisioner bağları magistral yolla evin ara məsafəsi bircə dəqiqəlik məsafədə yerləşir. 4 otaqdan ibarətdir. 2.2 sotda inşa olunub. 175 kvadrat. Evin də torpağında mülkiyyət çıxarışı var. Tək yalnız evin fasadını üz görünüşü rənglənməlidir. Bir də həyətyanı sahəsi zaboru. Buyurun, Allah satan Allah xeyir versin. Start və qiyməti ev sahibi tərəfindən 120 min manata deyilir. Real alıcımıza cüzi bir miqdarda indirim olacaq. Sağ olun, salamat qalın. Zəylərinizi gözləyir inşallah. Çox sağ olun.